tamaşaçılar, bugün biz həm Meydan TV, həm də Mehman Hüseynovun tanıdığınız çox böyük bir layihə Sancaq Production'dan canlı yayındayıq və mövzumuz Mehman Hüseynovdur. Mehman Hüseynov Azərbaycanda ən məşhur video blogerdir və onu 2 il həbsə məhkum ediblər. Mehman Hüseynov bildiyiniz kimi Azərbaycanda nazirlərin, məmurların uğurladığı pullarla tikdikləri villalar, hökumətin keyfiyyətsiz gördüyü işləri və xidmətləri ifşa edirdi öz demək platformalarında, Facebook vasitəsilə, Sancaq Production vasitəsilə və ən son onun bildiyiniz kimi Bakıda keçirdiyi sorğuda onun Mehriban Əliyeva ilə bağlı, yəni Prezident İlham Əliyevin ən son təyinatı ilə bağlı sorğu keçirmişdi və o sorğuda hökumət tərəfindən çox mənfi qarşılanmışdı və deyilənə görə də həm də o son sorğuda onun bu həbsində rol oynayıb. Bugün biz Mehman haqqında danışacağıq və studiyamızda qonaq Emin Hüseynovdur. Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təsisçisidir və Mehman Hüseynovun qardaşıdır. Emin, xoş gördük. Xoş gördük. Çox sağ olun, dəvət edir. Mehman Hüseynov haqqında ən son məlumat səndə var, yəni onun haqqında nə xəbər var səndə, necədir, vəziyyəti necədir? Vəkilin bizə verdiyi məlumata görə Mehman Hüseynov əhval-ruhiyyəsi yaxşıdır. Biz bilirik ki, türməyə, həbsə düşmək elə də asan iş deyil, hər halda yeni bir mühitdir. Amma Mehman özü bildirdiyinə görə o özünü tam hazır hiss edirdi. Əhval-ruhiyyəsi yaxşıdır. Hələ ki, dünən axşama olan bizdə olan məlumat bu qədərdir. Sabah ona baş çəkəcəyik, yemək aparacağıq həbsxanaya. Ailə üzvlərimiz və dostlarımız çalışacaqlar ki, yeməyi versinlər və bəlkə də yeni məlumatlar əldə edəcəyik. Mehman həbsə hazırdırmı? Mehman həbsə hazır idi. Mehman həbs olunmamışdan hardasa 5 dəqiqə öncə biz onunla danışmışıq. O bildirdi ki, çox güman ki, onu həbs edəcəklər və dedi ki, həbsdən qorxmur və işini həbsdən sonra da davam edəcəkdir və çox pozitiv idi. Bax, Emin, indi Mehmanın bir çox izləyiciləri var, onun pərəstişkarları var idi, bütün onun elədiyi videoları həm yayırdılar, həm izləyirdilər. Bizə çoxlu zənglər gəlir, yazırlar, soruşurlar ki, biz Mehmanı dəstəkləmək üçün nə edə bilərik? Sən də onun bir qardaşı kimi, yəni ki, onun da bu barədə söhbətlərin olurdu, o həbs olmamışdan da qabaq. Səncə Mehman özü və şəxsən sən həmin o izləyicilərə nə deyə bilərsən? Yəni, Mehmanı dəstəkləmək üçün onlar nə edə bilərlər bugün? Hakimiyyətin məqsədi Mehmanı təcrid eləməkdir və başqalarına qorxu hissini aşılamaqdır. İlk növbədə hesab edirik ki, mütləq və mütləq Mehman Hüseynov timsalında insanlar bildirməlidir ki, Mehman həbsi onları qorxutmayıbdır. Yəni, azad söz uğrunda, fikirlərini sərbəst ifadə etmək uğrunda insanlar bu və digər şəkildə aktivliyini davam eləsinlər. Şərt deyil ki, onlar açıq şəkildə bunu eləsinlər Mehman kimi. Mehman kifayət qədər tanınmış jurnalist idi, QET rəhbəri idi, o həmçinin də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri seçilmişdi noyabrın 26-sında 2016-cı ildə. Bütün bunlar ona əlavə belə deyək, dəyər verən ictimai sanki, ictimai tərəfindən əlavə status verilən bir qüvvə idi ki, amma buna baxmayaraq yenə də o həbs olundu. Yəni, insanlar başa düşməlidir ki, eğer bugün Mehmanı tuturlarsa, heç də sığortalı deyil. Bugün Mehman kimi Qiyas da, Bayram da tutulubdur,
İlkin Rüstəmzadə də həbsədir. Hakimiyyətin məqsədi qorxu ab-havasını bərqərar etməkdir. Ölkədə Facebook məkanında, YouTube məkanında insanlar sadəcə qorxmamalıdırlar və Mehmanın gördüyü işi bacardığı qədər davam edir. Bugün bizim bir Mehmanımız yox, onlarla, yüzlərlə, minlərlə yeni Mehmanımız ortaya çıxmalıdır. Və yenə deyirəm ki, hələ özünü təhlükəyə qoymadan, bacardığı qədər zövqünə və elə deyək, imkanlarına uyğun olaraq işlərini davam etdirə bilərlər. Bax, siz deyirsiniz ki, Mehman kimi işlərini davam etdirsinlər də. Deyək ki, kimsə əgər hansısa videonu çəkir, hansısa bir faktı çəkir, onu öz Facebook səhifəsindən mi paylaşsın, yoxsa ki, başqa, məsəl üçün, harasa göndərsin? Yəni, necə yaya bilərlər insanlar, yəni çəkdikləri videolara ki, daha çox insan baxsın onlara? İnsanlar, burada iki məsələ var. Ya sən tanınacaqsan və gec-tez həbsxanaya düşəcəksən, ya sən maksimum çox azadlıqda qalacaqsan və ictimaiyyəti doğru və dürüst məlumatlarla məlumatlandıracaqsan. Hər bir seçimi hər kəs özü üçün edir. Amma daha yaxşı olar ki, bugün bizim insanlar həbsdə maksimum az adam olsun. Bugün kifayət qədər dəyərli insanlarımız 150-yə yaxın həbsdə, hakimiyyətin tənqidçiləri hələ də həbsdədirlər. Yeniləri Mehman Hüseynov da onlardan biridir. Maksimum biz hesab edirik ki, işin, insanların gözünü açmaq üçün maksimal şəkildə məlumatlandırma kampaniyası genişlənməlidir. Yəni, maarifləndirmə də burada ola bilər. Burada hər bir mədəni irsi artırmaq, siyasi bilikləri artırmaq, bütün bu imkanları hələ bildiyi qədər öz töhfəsini verməlidir və şərt deyil ki, hər bir şəxs öz adını yazsın. Yəni, bu sanki bir vaxtı ikən şairlər, yazarlar bir pseudonimlər işlədirdilər, özlərinə bir adlar fikirləşir, bugün də bunu etmək var. Yəni, Onu çəkib Sancaq Production-a, məsəl üçün, o videonu göndərə bilərlər mi? Təbii ki, bunu edə bilərlər. Mehman Hüseynov zaten və Meydan TV-də, Hamam Times səhifələri, digər səhifələr, bütün bunlar artıq vətəndaşların istehsal elədiyi, hazırladığı xəbərləri özləri nəzərdən keçirirlər. Çox mühüm məsələdir ki, insanlar doğru, dürüst xəbəri alsınlar. Yəni, biz hər aldığımız məlumatı da yaya bilməliyik, biz onu yoxlamalıyıq, doğru və dürüst olduğunu bilməliyik, ondan sonra yaymalıyıq. Və hesab edirik ki, bugün bu cür təşəbbüslər daha da artırılmalıdır və insanlar qorxmamalıdırlar ki, onlar zaten Facebook'la nəyəsə göndərəcəklər, bu hakimiyyət çox bilmişdir, araşdıra bilər ki, bunlar nəyi göndəriblər. Zaten bugün bir mənalı olaraq geniş yayılmış texniki imkanlar var ki, misal üçün Facebook'la bütün yazışmalar, səs yazıları və ötürülən şəkillər, videolar şifrələnərək bir qrup vasitəsindən o birisi qrup vasitəsinə kimi yayılır və özünə hörmət edən, elə deyək, yeni sosial mediada inkişaf etmiş müstəqil kimlər, necə ki, Sancaq, Meydan TV, Azadlıq Radiosudur, Kontaktdır, Turan TV, Azərbaycan Saatı, bu kimi hörmətli televiziyalar əminəm ki, onlara göndərilən məlumatların gizliliyini, yəni mənbənin gizliliyini daim təmin edirlər. Zaten bugün mən fikirləşirəm ki, mən öz şəxsi mobil nömrəmi götürüb WhatsApp-a yerləşdirib, necə ki, Meydan TV və digərləri yerləşdirib və hamıya tam əminliklə təminat verirəm ki, əgər siz mənə Emin Hüseynovun WhatsApp nömrəsini və yaxud Telegram və yaxud Signal Messenger'ə hər hansısa ictimaiyyət üçün əhəmiyyətli olan informasiyanı, hansı ki, dövlət sirrini və yaxud digər belə deyək, gizli məlumatları daşımırsa, hansı ki, geniş kütlə üçün onu bilmək zərridir və heç bir qanun pozuntusu yoxdur bunu yaymaqda, biz bunu mütləq yayacağıq və məlumatı göndərən adamın anonimliyini qoruyacağıq və bununla hörmətlə yanaşacağıq. Eyni zamanda biz insanlara seçim imkanı da verə bilərik ki, siz bu məhsulu hazırlamısınız, istəyirsinizsə sizin adınızı yazaq ki, bunu çəkir, misal üçün İsmailov Ülfət, biz tamamilə bunu yaxud İsmailova Vəfa, biz həmin şəxsin adını yaza bilərik. Amma ilk öncə məlumatlandıracağıq ki, sizi tuta bilərlər buna görə. Yaxşı olar ki, özümə biz
təxəllüs götürəsən, o adla yayaq. Yəni bu cür. Aydındır. Yəni Meydan TV-nin də izləyiciləri də, Sancaq Production izləyiciləri də istənilən videoları çəkib göndərə bilərlər Sancaq Production-a, Meydan TV-yə, şəxsən Mehman Hüseynovun qardaşı Emin Hüseynova və beləliklə 10 minlərlə, 100 minlərlə insan sizin videolarınıza baxa bilər. Yəni o ölkədəki harda dövlət senzura tətbiq edir, bütün mediaları dağıdır, vətəndaşlar özləri o mediaya çevrilə bilərlər və bu çox güclü bir alətdir. Yəni bayaqlar biz Facebookda da baxdıq. İstənilən Facebook istifadəçisi artıq bizim belə deyək, hadisə yerindən canlı məlumatı yayan müxbirimizə də çevrilərlər. Hansısa bir belə deyək, təxəllüslə açılmış bir profildən bizim üçün canlı yayınlar və yaxud sizin üçün istənilən geniş sayda media resursu üçün əldə bugün texniki imkan verir ki, bir nəfər şəxs həm Meydan TV-yə, həm Sancağa, Kanal 13-ə, digər Turan TV-yə, hamıya eyni kontenti, ictimai üçün əhəmiyyətli olan kontenti yaysın. Bugün bizim əsas hədəfimiz odur ki, insanlar həqiqəti bilməlidirlər. İzləyicilərimizə onu xatırlatmaq istəyirəm ki, hal-hazırda Meydan TV-də və Sancaq Production-da eyni zamanda siz bu verilişi canlı izləyə bilirsiniz və Mehman Hüseynovun həbsinin elə ilk nəticəsi oldu ki, hal-hazırda bizim 2 dənə fərqli auditoriyalarımız, izləyicilərimiz, çox böyük auditoriyalarımız birləşdi və daha çox insanlar bizə baxa bilir və biz bu əməkdaşlığı davam etdirəcəyik Meydan TV ilə demək Sancaq Production arasında. Emin, mən daha bir son sual vermək istəyirəm. Sən bu yaxınlarda, bir də dünən idi sizə səhv etmirəmsə, ya bugün demək, RATI sizin təşkilat belə bir məlumat yaydı və orada Əliyevlər ailəsinə qarşı sanksiyalar barəsində sanksiyalara çağırış mən oxudum. Mən istəyərdim biraz daha çox bu barədə danışasınız və ümumiyyətlə sualım belədir ki, bundan sonra, yəni Mehman Hüseynovun azad olunması üçün siz şəxsən hansı işlər görəcəksiniz və başqa təşkilatları hansı işlər görməyə çağırırsınız? Əvvəla biz sanksiya çağırışını təkcə dünən yox, başqa önəmli, belə deyək, nəzərə çarpan, çılpaqlıqla görsənən hüquq pozuntularını qeydə alarkən mütəmadi səsləyir. Dünən baş verən hadisə isə çoxdandır bizim fokuslaşdığımız sayədə baş vermirdi. Yəni, hakimiyyət açıq-aşkar işgəncəyə məruz qalan adamı işgəncələr barədə məlumat verdiyi üçün açıqcasına, nümayişkaranə həbs edir. Özdə baxın, həbs nə baş verir? 3 mart, düz bir gün sonra nə vaxt ki biz bütün ictimai camiyə Elmar Hüseynovun 12-ci il dönümünü qeyd edirdi, onun qətlə yetirilməsini. Mehman Hüseynov orada da çıxış edir. Biz də bəyanat yaymışıq ki, bu qətlə görə və digər jurnalistlərin qətlərinə görə, həbslərinə görə məsul şəxs bugün bu hakimiyyətdir. Bugün bu hakimiyyətin ali, belə deyək, təsirçiliyi genişləndirilib. Necə deyirlər ki, bizim hakimiyyətin diliyinə desək, şahələndirilibdir. Artıq prezident var və vitse-prezident var. Bugün bizim üçün heç bir fərq etmədən hesab edirik ki, ölkədə bu cür acınacaqlı duruma görə ölkə rəhbəri, yəni konstitusiyaya görə qarant prezidentdir. Və bugün bizdə vitse-prezident institutu əmələ gəlib. Biz də deyirik ki, baxın, hələ biz Mehmanın həbs, elə deyək, səbəbini qırağa qoyuruq. Bugün bizim vitse-prezident həm ölkədə ən böyük qeyri-hökumət təşkilatının rəhbəridir, Heydər Əliyev Fondunun rəhbəridir. Ən azından o bilir ki, vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir. O eyni zamanda bugün UNESCO-nun xoşməramlı səfiridir. UNESCO BMT-nin ana qurumudur ki, hansı ki BMT üzv olan bütün dövlətlərdə ifadə azadlığını müdafiə edir. Yəni bugün müdaxilə etməli olan şəxs məhz ölkənin vitse-prezidenti deməlidir ki,
Budur mu sizin qanunları? Araştırın, baxın, bozuntu varsa bir sübut olmadan, bir deyək, əsas olmadan istənilən şəxsi həbsə atırsınız. Sağ olsunlar ki, öldürməyiblər. Bax, bunu da deyirəm. Biz buradan İlham Əliyevə təşəkkür edirik ki, sağ olsunlar ki, öldürməyiblər. İçəridə hücum ediblər. İşgəncə veriblər, həbs ediblər, sonra həbs ediblər, amma yenə də öldürməyiblər. Öldürməyiblər, indi həbsxanadır. Həbsxanadan böyük bir insanlarımızın hamısı keçir. Qadınlarımız da həbsxanada yatır. Leyla xanım da yatır həbsxanada. Xədicə İsmail da. Yaşlı da, böyük də, gənc, 17 yaşında cavan uşaqları tuturdular, salırdılar həbsxanalara. Yəni, həbsxana bugün zaten qorxunç bir şey deyil. Sanksiyalara gəldikdə biz bildirmişik ki, əgər ölkə rəhbərliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, hüquqi bir normadır. Əgər kimsə qaydanı pozursa, qaydanı pozduğuna görə məsuliyyət daşımalıdır. Bizdə, vətəndaşlarda bu hakimiyyətimizi məsuliyyətə cəlb etmək imkanları çox tükənir. Yəni, insanlar iqtidarı o cürə yalnız azad və ədalətli seçki olarsa, məsuliyyətə cəlb edir ki, gələn dəfə onları seçmir. Bugün seçki institutu tükənir, seçki institutu tükənmiş bir yerdə biz vətəndaş cəmiyyəti qurumları heç bir şey deyə bilmirik. Biz beynəlxalq sanksiya mexanizmlərinə üzümüzü tuturuq və bu bizim belə deyək, subyektiv istəyimiz deyil. Biz peşəkar hüquqşünaslar, hüquq müdafiəçilər olaraq bu mexanizmləri nəzərdən keçirib və hesab edirik ki, kifayət qədər praktiki və işlək mexanizmlər. Əgər hakimiyyət istəməyəcəksə ki, bu sanksiyalara məruz qoyulsun, istər-istəməz onlar geriyə addım atmalıdır. Gec-tez. Aydındır, yəni sanksiyalar tətbiq olunmalıdır. Əgər onlar islahatlara getməsələr, hansı ki, getmirlər bu islahatlara, bunu hamı görür, bütün xalq illər boyu görür. Əksinə vəziyyət tam başqa bir istiqamətdə inkişaf edir. Bəs başqa hansı tədbirlər siz şəxsən görməlisiniz? Başqa təşkilatlar, vətəndaş cəmiyyətinin qrupları, vətəndaşlar, yəni nə etmək lazımdır ki, konkret Mehman Hüseynovun azadlığına biz nail olaq? Mehman Hüseynovun azadlığı ilə bağlı biz bugün geniş bir toplantı keçirilibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, QET-lər, ictimai birliklər, fondlar, fərdlər, tanınmış ictimai-siyasi xadimlər hamısı iştirak edib, təxminən 100-dən artıq adam müzakirə aparıb. Mən də orada çıxış elədim, öz təkliflərimi verdim ki, gəlin bugün Sancaqda 300 mindən artıq oxucu var. Mən anlayıram ki, bugün biz deyirik ki, konstitusiyanın bizə verdiyi imkanlardan biri də sərbəst toplaşma azadlığıdır. Sərbəst birləşmə azadlığı. Sərbəst toplaşma azadlığı vasitəsilə biz dinc, konstitusional şəkildə öz gedib etirazımızı bildirə bilərik. Bildirə bilərik ki, biz bununla razı deyilik. Bu qanun aliyi deyil, bu mərhəmət deyil, bu hüquq deyil. Lakin bütün bunlara rəhmən pasiv mübarizə formaları da var ki, petisiyalar hazırlayaq. 300 mindən artıq olan izləyicimiz Mehmanın pərəstişkarları var. Biz onlara özümüzü tutacağıq. Yəni, sadə xalq dilində yazılmış bir müraciət. Necə ki, Ağ Evdə 100 mindən artıq petisiyalar hazırlayır, biz də bu petisiyanı hazırlayıb. Həm Sancaq səhifəsində, həm digər dost və tərəfdaş olan səhifələrin administratorlarına, rəhbərlərinə müraciət edəcəyik ki, xahiş edirik, siz də bunu paylaşın səhifənizdə. Baxaq görək, bizim heç olmasa onlayn səsimiz, bu hakimiyyət bizi zaten ofislərimizdən qovur, ofislərimizi bağlayıb, imkan vermir bir yerdə yapaq, amma bizi onlayn məkanda birləşməyin qarşısını ala bilməyəcək. Biləcək, əgər onlar tamamilə Şimali Koreya yoluna gedəcəklərsə, amma mən hər dəfə belə deyək, reallıqları nəzərə alaraq deyirəm ki, bizim hakimiyyət hələ də Şimali Koreya deyil, hərçənd ki, Şimali Koreyaya xas olan ailə daxili hakimiyyət keçidini biz artıq görürük. Atadan oğula hakimiyyət keçir, oğuldan digər oğula və yaxud həyat yoldaşına. ABŞ-da da bu baş verir. Amma ara kəsmələr olur. Yəni, siyasi mədəniyyəti yüksək olan dövlətdə də bu olur. Biz demirik ki, ABŞ-da bu baş vermir. ABŞ-da da Bill Clinton'ın həyat yoldaşı, vaxtı ikən birinci leydi olan Hillary Clinton prezidentliyə
namizədlərdən biri idi. Və yaxud Kennedy-nin ailəsini bizim bu hökumət nümunə gətirir ki, baxın, bir ailədən bir neçə dəfə senator olsun, amma azad ədalətli seçki olsun, gəlsin prezidentin bütün ailə üzvləri azad ədalətli seçkilərdə iştirak eləsin, tək onlar parlamentdə seçilsinlər. Biz istəyirik, xalq onları seçsin. Prezident özü istədiyi kimi kimisə də harasa təyin eləməsin və seçkiləri saxtalasın. İstəyimiz budur. Yəni biz hakimiyyətə iddialı deyilik, biz media mənsubları, biz söz ifadə azadlığı carçıları, biz hüquq müdafiəçiləri, vəkilləri. Şəxsən mənim hakimiyyət marağım yoxdur. Sizin də yəqin ki yoxdur. Başqasının da yoxdur. Əgər bizim sırf media ifadə azadlığı ilə məşğulsa, bizim artıq konkret hədəfimiz budur. Kimsə istəyirsə siyasətlə məşğulsa, gəlsin, zəhmət çəksin, azad ədalətli seçki sistemini qursun, ondan istəyirsə bütün nəslini seçdirsin. Xalq əgər seçəcəksə, biz xalqın iradəsi ilə hesablaşmağa hazırıq. Emin, mən sizə təşəkkür edirəm bizim stüdiyoya gəldiyiniz üçün. Çox sağ olun. Sonda isə üzümü izləyicilərə tutub izləyicilərə müraciət etmək istəyirəm. Siz tez-tez eşidirsiniz ki, başınızı aşağı salıb, heç nəyə qarışmamaqla daha uzağa gedə bilərsiniz, problemlərinizi həll edə bilərsiniz, problemlərə qarışmadan. Eşidirsiniz ki, bu hakimiyyət həmişə belə olub, tarixdə həmişə belə olub, bu Əliyevlər hələ 100 ildə hakimiyyətdə qalacaq. Bilirsiniz, dünyada bir çox diktaturalar olub. Sovet İttifaqı belə, Sovet İttifaqı qədər güclü bir totalitar rejim 70 ildən çox davam etməyib. O insanlar ki, hansı ki hakimiyyətin başında olub və ölkəni avtoritar, totalitar metodlarla idarə ediblər. Çavuşesku Rumuniyada, Saddam Hüseyin, Mübarək. Siz bilirsiniz ki, onların bir çoxunun aqibəti axırda nə oldu? 10 il, 20 il, 30 il, 50 il öz millətlərinə, xalqlarına zülm verəndən sonra onların aqibətini siz hamınız çox yaxşı bilirsiniz. Ona görə heç zaman inanmayın ki, siz qıraqda durmaqla vətəndaş olaraq fərq etməz, siyasi fəallıq ola bilər və yaxud bir vətəndaş kimi sadəcə siyasi məhbusların ailələrinə kömək etmək ola bilər, ifadə azadlığı ola bilər, qohumlarınızın, dostlarınızın arasında fikirləri, azad fikirləri yaymaq və yaxud sosial şəbəkələrdə fikirlərinizi, başqalarının fikirlərini, Meydan TV-nin, Sancaq Production'ın, Azadlıq Radiosunun, Hamam Times'ın və başqa Azərbaycan Saatının, Azadlıq qəzetinin, yəni bu azad medianın resurslarını yaymaqla, açıq və ya gizli şəkildə, öz profillərinizlə və yaxud başqa profillərlə, yəni bütün bunları siz elədikcə xalq olaraq, cəmiyyət olaraq biz hamımız o ana, azadlıq anına biz daha da yaxınlaşacağıq. Mən buradan sizə bilmirəm, bəlkə bir çoxunuz bilmirsiniz, mən Meydan TV-nin rəhbəri olaraq bir çox, yəni Meydan TV-ni bir neçə nəfər yaradanda mən sizə səmimi deyim ki, bəlkə də Meydan TV-nin məhz yaranmasının səbəbi 2005-ci ildə Elmar Hüseynovun öldürülməsi oldu. Çünki 2005-ci ildə Elmar Hüseynov öldürüləndə mən şəxsən anladım ki, hökumət cəmiyyətin, Azərbaycan mətbuatını susturmaq istəyir. Mən siyasətdən çox uzaq bir insandım və mediadan çox uzaq bir insandım. Amma mən şəxsən qərar verdim ki, əgər onlar bununla Azərbaycanlıları, Azərbaycan mətbuatını susturmaq istəyirlərsə, onda demək bir Elmar Hüseynovun əvəzinə yüzlərlə Elmar Hüseynov yaranmalıdır. Bir monitor jurnalının əvəzinə yüzlərlə monitor jurnalı yaranmalıdır. Və bugün Meydan TV-nin efirindən siz qulaq asırsınız, yüz minlərlə insan danışır və siz yüz minlərlə insana biz məlumat çatdıra bilirik, doğru, dürüst məlumat çatdıra bilirik. Emin Hüseynov, Mehman Hüseynov, Sancaq Production yaratdılar. Yüz minlərlə insana Mehman bu məlumatları çatdırırdı. Bugün Emin o məlumatları çatdıracaq. Və siz bu prosesin bir hissəsi olmalısınız. Siz özünüz, sizdə ambisiya olmalıdır ki, siz həm
Azərbaycan Saatına, Azadlıq Radiosuna, Sancaq Productiona, Meydan TV-yə məlumatlar göndərməlisiniz. İşlə, məsəl üçün səhiyyə sahəsində işləyirsinizsə, əgər vətəndaşlarımıza qarşı haqsızlıqlar olursa, çəkin bunu göndərin. Gizli kamera ilə, açıq kamera ilə, hər öz cəsarətinə görə. Polisdə işləyirsinizsə, nə olsun ki polissiz? Polis olaraq nəyisə çəkin göndərin. Və yaxud adi belə bir dövlət məmurusuzsa, nə olar ki, görürsünüz ki, bugün məsəl üçün bir başqa ölkələrdə avtoritar rejimlər var. Hətta Amerikanın özündə belə bugün hakimiyyətdə, hökumətdə işləyən insanlar bir çox məlumatları ötürür mediaya. Bilirsiniz, biz əgər ədalətsizliyi, əgər vətəndaşlara qarşı olan bugün ədalətsizliyi media olaraq, vətəndaşlar olaraq ortalığa çıxardıb yaya bilməyəcəksə, onda həqiqətən də Azərbaycan bir gün Şimali Koreyaya çevrilə bilər. Və Azərbaycan Şimali Koreyaya çevriləndə artıq bizi izləyən bu dəqiqə heç kim deyə bilməz ki, bu mənə, mənim qardaşıma, bacıma, anama bu dəyməyəcək. Hər bir Azərbaycanlı bugün köləyə çevrilməkdədir. Bu sistem hər kəsi köləyə bu dəqiqə çevirir. Ona görə buna qarşı siz nə qədər çox aktiv olsanız, nə qədər inansaz ki, siz tək, heç kimsiz belə hal-hazırda nəsə edə bilərsiniz və bunu etsəz, onda mən inanıram ki, Mehman Hüseynov da azad olacaq, Azərbaycan da azad olacaq və biz hamımız birlikdə normal, sivil, qanunun aliliyi qorunan, insan haqları qorunan, azad seçki keçirilən, ədalətli bir Azərbaycanda və dövlətdə çalışa biləcəyik. Emin, bir də mən sənə təşəkkür edirəm, izləyicilərə də öz təşəkkürümü bildirirəm, növbəti verilişlərə qədər. Sağ olun.